Kim bilə bilər ki, hansı iş daha bərəkətlidir? Heç kəs Allah gərək qismət eləsin. Ümumiyyətlə siz bilirsiniz də ki, Allah yaxşı işi gərək qismət eləsin adama. Hər gün namazı Allah gərək qismət eləsin. Bugün cümə günü məsciddə burada gəlib oturmağı Allah gərək qismət eləsin. Qismət eləsin. Adam var danışırsan, deyirsən məscidə niyə gəlmirsən? Deyir, başım o qədər qarışıqdır. Demir, amma bunu hamıya aid eləyir. Adam var məscidə gəlmir, ürəyi cümə namazındadır. Sadəcə çıxa bilmir. Vəzifəsi başqadır. Çıxa bilmir də imkanı yoxdur. O başqa. Amma adam da var deyir, başım qarışıqdır. Bilmir ki, Allah özü başını qarışdırır. Allah birini bir şey layiq görməyir, elə başını qarışdırır. Deyir, sənin o cümə namazında görmək istəmirəm. Allahın qisməti olmasa insana xeyir iş nəsib olmaz. Odur ki, İmam Səccad Allahdan istəyir. Deyir, mənə ən yaxşı əməlləri qismət elə. Sən qismət eləməsən, mən onu eləyə bilmərəm.